Əli ibn Əbi Talib şücaət nümunəsi idi. İslamın bütün döyüşlərində hər zaman Peyğəmbər Səllavatullahın yanında olmuş və İslamın qələbə çalmasında müstəsna rol oynamışdır. Həmçinin Xəndək döyüşünü xatırlayaq. Xəndək döyüşündə Əmr ibn Əbi Davud Xəndəyi keçərək Peyğəmbər Səllavatullaha müraciət edir. Əgər qoşununda bir nəfər şücaətli varsa, keçsin qarşıma, onu cənnətə göndərim. Peyğəmbər Əkrəmi məsxərə edir və Peyğəmbər Səllavətullah qoşuna 3 dəfə müraciət edir və soruşur ki, kim bu kafiri susturar? Hər 3 sualda yalnız bir nəfər cavab verir. Yalnız Əli ibn Əbi Talib, ya Rasulallah, məni göndər deyərək Peyğəmbərə müraciət edir. Peyğəmbər Səllavətullah Əli ibn Əbi Talibi Xəndək döyüşündə Əmr ibn Əbi Davudla döyüşə göndərir və Əli ibn Əbi Talib bu döyüşdə Əmr ibn Əbi Davuda qalib gəlir. Və bu döyüşün qalibiyyəti ilə İslam ordusu Xəndək döyüşündə qalib gəlir. Və Peyğəmbər Səllavətullah o məşhur hədisi buyurur. Əlinin Xəndəkdə vurduğu bir zərbə insanların və cinlərin axirətə qədər etdiyi ibadətdən üstündür.